Bugünkü dərsdə biz əlifba yaxud mövzu göstəricisi əmrini nəzərdən keçirdəcəyik. Bu əmr əvvəlki dərslərdə keçdiyimiz əmrlər kimi, yəni əlavə etmə silsiləsindən olan əmrlər kimi Word proqramının içində naviqasiyanı asanlaşdırır. Düzdür, keçən dərslərdən, keçən əmrlərdən fərqli olaraq əlifba göstəricisi çox az istifadə olunur. Gəl baxaq, bu əmri necə sənin içində yerləşdirmək olar. Əlifba mövzu göstəricisini əksər hallarda sənədin axırında yerləşdirirlər. Sənədin axırına keçmək üçün ya muşqanın köməyi ilə və scroll barın köməyi ilə aşağı keçmək olar, yaxud Ctrl End klaviaturadan bu kombinasiyanı yığırsınız və kursor sənədin axırında yerləşdirir. Gəl burada bir başlıq yaradaq, yəni əlifba göstəricisi yazırıq belə. Əlifba mötərizə yazaq. Mövzu göstəricisi. Formatı bu formatlar kimi eləyək. Başlığı gəliz bu başlığı növbəti səhifəyə keçirdək. Belə. İndi burada, yəni 12-ci səhifədə əlifba göstəricisini yerləşdirək. Bunun üçün keçirik ссылки reference tabına və bu bölmədə, yəni предметный указатель, yəni mövzu göstəricisi bölməsində предметный указатель mövzu göstəricisi əmrini seçirik. Basırıq. Belə bir pəncərə açılır. Artıq bu pəncərə bizə tanışdır. Yəni bu pəncərədən biz bu başlığı nəzərdən keçirmişdik keçən dərslərdə və bu başlığı. Yəni mündəricat və illüstrasiya siyahısını. İndi buradan bu bölməyə baxırıq. Ukazatel. Yəni göstərici bölməsinə. Buradan belə quş qoysaq rahat olar. Yəni səhifənin nömrəsini göstərsin. Burada belə bir variant seçə bilərik. Görürsünüz, məsafə olsun, olmasın. 2 sütun arasında. Burada 2 sütun seçək, 1 sütun seçək. Optimal variant 2 sütundur. Burada sözlər yerləşir, burada isə nömrələr yerləşir. Dili seçirik. Yəni Azərbaycan, Rus, İngilis və s. Burada boşluqları dolduran işarələri seçirik, yəni belə işarələri və formatı seçirik. Şablon yaxud bunlardan birini. Gəl bunu seçək. Müasir, savremenlik. Nəyə görə bu şablonu seçmirəm? Çünki fikir verirsiniz, burada görürsünüz sözlər özləri yazılır və burada baş hərf görsənir. Amma şablonu seçsək baş hərf görsənmir. Bu daha yaxşı variant. Belə. Və basırıq OK düyməsini. Təsdiq edirik əmri. Görürsünüz, yazıb ki, göstəricilərin elementləri tapılmayıb. Nəyə görə tapılmayıb? Çünki biz onları hələm sistemə göstərməmişik. Gəl bura əlavə edək. Tutalım ki, ən çox işlənilən söz bu sənəddə MOSBET-dir. Gəl tapaq. Başlığı əl dəymirik. Mətndə tapaq və MOSBET. Seçdik. Qaraldırıq. Keçirik ссылки reference tabına və buradan pointed element, yəni elementi qeyd edək. Yaxud da görürsünüz altda klaviatura variantı var. Alt Shift X. Gəl Alt Shift X-dən istifadə edək. Alt Shift X əmri
Pəncərə açılır. Birinci bölmədə göstəricinin elementi əsas qrafada artıq seçdiyimiz söz yazılır. Burada parametrlər bölməsində seçirik tekushya stranitsa, yəni ki, aktiv olan səhifə, yəni kursor yerləşən səhifə. Burada səhifənin nömrəsini yağlı eləyə bilərik, yaxud əyri eləyə bilərik, kursiv. Və buradan pometit, yəni qeyd elə düyməsini basırıq. Fikir veririz, pəncərəni bağlayayım. Fikir veririz, burada bu işarələr əmələ gəlir, qeyd işarələri. Onları yığışdırmaq üçün keçirik Qlavnaya, Home tabına və buradan bu işarəni basırıq. Və burada da fikir veririz, görürsünüz, MOSFET sözünə artıq keçid göstərilir. İndi keçirik səhifənin axırına, Ctrl-End. Sağ düyməni basırıq və Obnovit pole, yəni yenilə. Və görürsünüz, M hərfi gəlir, MOSFET ikinci səhifədə yerləşir. Amma MOSFET sözü bizdə yalnız ikinci səhifədə yerləşmir. Əgər buradan naviqasiya səhifəni açsaq və burada MOSFET yığsaq, görürsünüz, 47 dəfə sənəddə MOSFET sözü peyda olunur. Və bütün MOSFET sözləri sənəddə belə sarı rənglə göstərilir. Keçirik ссылки referens tabına, yaxud Alt Shift X düyməsini basırıq. Pəncərə açılır. Və burada pometit yox, pometit C, yəni bütün MOSFET sözlərini qeydə al. Basırıq. Pəncərəni bağlayırıq. Bu düyməni basırıq ki, qeydləri yığışdırsın. Keçirik səhifənin axırına. Sağ düyməni basırıq və yeniləyirik. Fikir verdiniz, MOSFET 1-ci, 2-ci, 3-cü, 4-cü, 5-ci, 6-cı, 7-ci və s. səhifələrdə görsənir. Gəl başqa bir söz tapaq. Tutalım ki, Azərbaycan. Azərbaycan da çox burada istifadə olunur. Və görürsünüz, Azərbaycan sözü. Yığaq burada Azərbaycan. Azərbaycan 7 dəfə sənəddə qeyd olunur. Gəl keçək bu taba. Qeydiyyatdan keçirdək. Səhifənin axırında qeydi yığışdıraq. Səhifənin axırında yeniləyək. Artıq görürsünüz, 2 söz var bizdə. Azərbaycan 1-ci, 2-ci, 8-ci səhifədə və MOSFET 1, 2, 4, 6, 8 və s. Başqa bir söz tapaq. Deyək ki, mərc sözünü götürək. Mərc 46 dəfə rast gəlinir sənəddə. Ctrl-Shift-X bastıq, belə seçdik. Qeydə aldıq. Keçirik Qlavnaya, Home tabına, qeydləri yığışdırırıq. Keçirik səhifənin axırına, Ctrl-End-lə yeniləyirik. Və artıq görürsünüz, mərc sözü də gəlir. Gəl bir dənə söz tapaq, amma başqa hərflə, nə M, nə A hərfi ilə başlamasın. Tutalım ki, bookmaker.
23 və rast gəlinir mətndə. Keçdik, qeyd elədik, bir də qeyd elədik, pəncərəni bağladıq, işarələri yığışdırdıq, keçdik səhifənin axırına, yenilədik. Bu da bookmaker. Və belə əlifba yaxud mövzu göstəricisini sənədin axırında yerləşdirmək olar. Gəl indi baxaq ki, bu əlifba göstəricisinin içində necə dəyişikliklər yerinə yetirmək olar. Tutalım ki, Azərbaycan sözünü götürək. Birinci ya ikinci səhifədə var. Keçirik səhifənin əvvəlinə. Və bura. Və burada. Qeyd eləyirik. Keçirik. Bura. Və burada element uqazatelə, yəni göstəricisinin elementi bölməsində основной, yəni əsas qrafadan başqa дополнительный əlavə qrafasında belə bir söz yazaq. Tutalım ki, Azərbaycan, deyək ki, Şimali Azərbaycan, yəni Şimal Azərbaycan belə yazaq. Cənubi Azərbaycan da var, birisi İranın tərkibindədir. Bir də Şimali Azərbaycan var, yəni Azərbaycan Respublikasıdır. Qeyd elədik. Burada yazırıq pometit, yəni qeyd elə. İşarələri yığışdırırıq. Keçirik sənədin axırına. Yeniləyirik sənədi. Və fikir vers, yəni ikinci səhifədə göstərilən Azərbaycan Şimali Azərbaycan demək. Tutalım ki, indi götürək 8-ci səhifəni. Deyək ki, 8-ci səhifədə olan Azərbaycan Cənubi Azərbaycandır. Keçək 8-ci səhifəyə. Burada Azərbaycan sözünü tapaq. Qeyd eləyirik, yəni qaraldırıq. Və burada yazırıq, tutalım ki, Cənubi. Və belə. Qeyd elədik, bağladıq, yığışdırdıq işarəni, keçirik səhifənin axırına, yeniləyirik və görürüz, Azərbaycan sözü, yəni 8-ci səhifədə olan Azərbaycan sözü Cənubi Azərbaycana aiddir, 2-ci səhifədə olan Azərbaycan sözü isə Şimali Azərbaycana aiddir. İndi gəliz bir elementi də sizə göstərim, yəni əlavə elementi. Yəni necə bir-birinə oxşar sinonim olan sözləri bu əlifba göstəricinə əlavə etmək olar. Gəlib bir dənə belə söz tapaq. Deyək ki, dəstək sözü yaxud kömək sözü. Gəlib burada dəstək sözünü tapaq. Qoy olsun dəstək. Belə 6 dəfə mətndə tapmaq olar bu sözü. Əlifba göstəricisini əlavə eləyək. Bu dəstək sözü də bura əlavə oldu. Dəstək sözü ilə kömək sözü təxminən eyni məna daşıyır. Yəni mən sizə kömək eləyirəm, yaxud mən sizə dəstək ola bilərəm. İndi biz istəyirik ki, bura kömək sözünü də əlavə eləyək. Görək bu mətndə kömək sözü varmı? Bir dənə söz var, kömək. Əlavə eləyirik onu əlifba göstəricinə. Amma burada aktiv səhifə yox, перекрестная ссылка
Yəni çarpaz keçid yaxud çarpaz link kimi qeyd edirik. Və burada yazırıq dəstək. Oldu mu? Yəni bax indi fikir verir. Burada yazır kömək və bax dəstək. Nöqtəni yığışdıraq buradan. Ya 2 nöqtə eləyək belə. Görürüz necə alınacaq. Qeyd edirik. Qeydləri buradan yığışdırıram. Keçirəm səhifənin axırına. Ctrl+N. Yeniləyirəm. Və görürsünüz kömək sözü və burada yazılır ki, bax dəstək. Yəni əgər mətndə kömək sözü varsa, siz ona mənasını bilmək üçün baxmalısınız dəstək sözünə. Bax belə üsullarla əlifba mövzu göstəricisi Word proqramının içinə daxil edilir, yaxud yapışdırılır və orada müəyyən dəyişikliklər aparmaq olar. Bugünə bu qədər. Təşəkkürlər.